Zələ xanım, əslində çox gənc görsənirsiniz də, yəni bu qədər iş tarzınızın olduğunu mən inanmazdım. Çünki yaşınız və özünüzün görünüşü həddindən artıq çox gənc. Sevin. Amma 18 yaşımdan demək olar ki, işləyirəm və hərdən bəzən tələbələrlə görüşəndə deyirəm ki, pul bəzən motivasiyadır, pul bəzən driving force-dur, belə deyək də, bizi məcbur edir ki, daha yaxşısını işləyək. İnsan pul qazandıqsa özünün məqsədli pul qazananlardan söhbət gedir. Bu da bizi motivasiya edir ki, daha da üzərimizdə işləyək. Və belə mən Bakıya köçdüm. Bakıya köçəndən sonra bir kursların birində fəaliyyət göstərdim. Daha sonra kursdan ayrılası oldum və həyatımda bir xanımla tanış oldum. O xanım da böyük rolu oldu ki, mənim sırf bu fərdi müəllimlik fəaliyyətimə dəstək oldu. Və daha sonra isə başladım evdə fəaliyyət göstərməyə. Ta 8 ilə qədər. Və bu elə bir proses olmuşdu ki, mənim Bakıya köçməyim anamın onkoloji problemi ilə üst-üstə düşmüşdü. Və o zaman mən görəcəm maddi olaraq çatdıra bilmirdim işlədiyim kursdakı aldığım maaşla və ailəmin yükü ilə. Və biz başladıq, həmin xanım mənə təklif elədi ki, sən Nərimanovda ev tut, sən general hazırlaşdır, mən IELTS hazırlaşdırım. Və biz belə bir yola çıxdıq. Və mən imeni Nərimanovu axtardıq. Və Nərimanovda biz neçə evə getdik, heç kəs bizə evini vermirdi. Ki, müəllimədir, səslidir, küydü. O vaxtda mən də cavan qız idim təbii ki və insanlar o qədər də yəni bilmirəm, güvənmirdilər ki, bəlkə də evinə açıq və mənim anamda onkoloji xəstəlik olan kimioterapilər prosesi idi. Həyatımın demək olar ki, ən çətin dönəmi idi. Həm maddi və həm mənəvi dəstəyə ehtiyacım var idi. Elə oldu ki, bir ev tapdıq. Və mən anama yalvardım ki, sən məndən gedək, qadından danış. Bilirəm sənin vəziyyətin o deyil, amma bəlkə səni görə ürək yumşalar. Deyək ki, mən bu evi sənə verəm. Biz gəldik xanımın evini götürəndə, anam da birisi də onkoloji xəstə, saçı zadı tökülmüş, bənzindən zaten bilinirdi ki, səhhətində problem olandı. Mamam sadəcə dedi ki, mən böyütdüyüm övlada da, təhsilinə də, özünə də cavab deyəcəm, amma siz də neçə evə getmişik, ən sonunda fikirlərini dəyişirlər. Xanım o qədər gözə aurası var idi, özü də müəllimə idi, kimya müəlliməsi idi. Qayıt deyir ki, yox qızım, mən özümdə müəlliməyəm və bu ev o qədər uğurlu evdir. Düşünürəm ki, bu ev mənə nə qədər uğur gətiribsə, sizə də uğur gətirəcək. Mən əminəm ki, siz bu evə köçəndən sonra sizin həyatınız dəyişəcək və biz razılaşdıq. Və mən o evdə başladım müəlliməlik fəaliyyətinə. Bu günlərimki tələbələrimdən soruşsa, hamısı dedi, Saatlı binanın yanındakı Jalə müəllimə. Bakıda çox adam Nərimanovdakı Saatlı binanın yanındakı müəllimə kimi məni tanıyır. Və mən o ev həqiqətən də mənim həyatımın ruzusu, ev ki, o qədər önəmli bir ev oldu mənim həyatımda və mən ondan sonra həyata iki əlli sarıldım. Həm maddi, həm mənəvi və karyeramda inanılmaz bir mərhələni keçdim. Və 8 il o evdə yaşadım. Bu günlərim ən çox uşaqlarımızın bilirsiniz şeyini Nərimanov filialı hal-hazırda həmin binada və həmin binadadır. Və 8 ildən sonra o bina düşdü, plana düşdü və mən orada o vaxt tələbələrlə qalırdım kvartiran. Mingəçevirli qızlar idi. Dedim ki, Fidan özü indi Polşada yaşayır. Dedim ki, Fidan, mən manifest edirəm. Bir gün olacaq, ya bu binada plana düşürdü. Biz məcbur evi çıxartmalıydıq. Dedim ki, Fidan, manifest edirəm. Ya bu evdə mənim şirkətim olacaq, ya da mənim bu binada evim olacaq. Dedik və bu evdən biz əşyamızı götürdük, çıxdıq. Mən o evdən çıxanda o qədər keyfsiz idim. Elə bildim ki, uğuru, hekayəni burada qoyub çıxıram. Və elə də biz evdən çıxandan sonra həmin ərəfədə də mənim Portuqal dostlarım vardı. Azərbaycana gəlmişdilər. Bu evi görmüşdü. Və o vaxta kimi də, yəni mən ancaq evdə fəaliyyət göstərdim, xaricə gedirdim, təlimlərdə iştirak edirdim, özümə amma yetəri qədər investisiya qoyurdum. Mən heç vaxt pul qazanıb, ay maşınım, evim olsun demirdim. Bütün qohumlarımız mamama deyirdi ki, bu qədər qazanır, eləyir, bütün günü xaricə gedir, oxuyur, bəsdir də getsin kvartiran qalana kimi ev alsın. Mən həmişə deyirdim ki, ev də mənəm, pul da mənəm, maşın da mənəm, özümə invest edim. Mən öz sahəmdə mütəxəssis olmalıyam və o ərəfədə də mən özüm TOEFL, TESOL, CELTA, Delta bütün yəni beynəlxalq dərəcələri mən özümə
aldım və nə yaxşıdır ki, o dönəmdə almışam. Çünki həqiqətən də o belə deyək də subay vaxtlarım idi, ailə yüküm yox idi. Ailə qurandan sonra baxmayaraq ki, mənim yoldaşım yetəri qədər dəstəkləyən bir insandı, amma fiziki olaraq mənəvi olaraq mən o çatdıra bilmirəm. Və Portuqal mənim evimi gördü, qaldığım evi və bu mənim tələbə kontingentimi gördü ki, mən yetəri qədər Bakıda tanınan, sevilən bir müəlliməyəm. Mən qayıtdı, o da biznes adamı idi. Dedi ki, nədən bu cür tanınan müəlliməsən, amma bu cür uçuq bir evdə dərk keçirsən. It's not bu şəxsi brendinq üçün düzgün. Bu bir biznesin və sahibkar kimi baxdı. Mən artıq onda hələ bu vizyonda deyildim. Yəni o zaman elə necə deyim, qazandığı pulla tələbə sevgisinə xoşbəxt olan bir ailə müəllimə idim. Mən də o zaman Amerikaya artıq köçməyi düşünürdüm. Hələ də ailə də qurmadığım bir dönem idi. Mən dedim ki, mən heç vaxt düşünməmişəm də, yəni Azərbaycanda işim olsun. Düşünürəm ki, bir müddətdən sonra xaricə köçərəm. Olsa da lokal bir brend istəmirəm, xarici bir marka istəyirəm. O da mənə dedi ki, istəyirsənsə, bəs mən inanın ki, mən onun həyat yoldaşıyla biz Portuqaliyada eyni kursda olmuşuq, Celta Delta, amma mən bilməmişəm ki, onların biznesləri var xaricdə təhsil üzrə. Şeyinin Portuqaliya və İspaniya filialının rəhbəridirlər. Dedi ki, istəsən biz dünyada bir qlobal məktəb var, Shein English School. Sən də o qlobal məktəbi ala bilərsən, Azərbaycanda aç. İstəməsən də biznes kimi də hazır sata bilərsən. Ya da ki, mən deyim ki, mən çox vətənpərvərəm. Elə bir şey olsun, qlobal olsun. Mən o qloballı uşaqları da Azərbaycandan apara bilim, çıxara bilim. Belə buna çox pafosla danışırdım. Amma o dönəmlərdə mən bütün beynəlxalq layihələrdə, konfranslarda Azərbaycan spikeri olaraq çıxış edirdim dilçiliyi üzrə. Dedim ki, artıq düzdür, karyerimdə bir özümə invest eləmişəm, artıq eləsəm də tələbə yönümlü bir şey olsun. Və bu şeyini mənə təklif etdi. Sonra hələ də bu prosesi düşünürəm, araşdırırıq. Elə oldu ki, şeyinlə danışdıq. Razılıq olmadı, çünki mən native speaker deyiləm. Birisi dünyada 5 native speakerlər var və bizə təsdiq gəlmədi. Və mən dedim ki, don't worry də, yəni alınması da mənə olsun. Yəni elə böyük bir iddiam yox idi. Və zaman keçdi, ta 1-2 ilə qədər bu söhbət bağlandı, amma biz onlarla çox yaxın münasibətim var. Onlar mənim belə Portuqal ailəmdir. 2 ildən sonra elə oldu ki, mən Amerikaya getdim, qayıtdım bəzi məsələlərə görə və mənim ailə həyatım artıq ortama düşdü və bu ortamda həm də mənim yaşım, 30 yaşım tamam oldu və bir gün mənə e-mail gəldi və mən e-mail açdım ki, Mani və həyat yoldaşım mənə hədiyyə ediblər, həm yaşıma, həm ad günümə, həm də toy hədiyyəsi olaraq ki, mən Sheinin Azərbaycan franchise-ının rəhbəriyəm. Maşallah. Və həyatımın ikinci dönüş nöqtəsi məhz oldu ki, mən gözləmədiyim bir iş adamı tərəfindən Shein hədiyyə olundu və mənim planlarım dəyişdi. Amma mən düşünürdüm ki, artıq Azərbaycanda missiyamı etmişəm və mən ailə qurandan sonra ölkədən köçməyi düşünürdüm və Shein olandan sonra tamamilə planlarım dəyişdi və mən təzədən kurs modeli və Shein biznesini açmağa və davam etməyə qərara gəldim. Yəni Sheinin hekayəsi budur. Heç harda deməli, çox az nadir insana bildiyi hekayələrdən biridir. Və elə oldu ki, belə də bu yola başladım. Və amma manifestiniz? Manifestimi elə gəlirəm ki, manifestimi də eləmişdim ki, nə olur olsun, biz Nərmanovdayıq. Sonra biz fərqli yerlərdə Shein açıldı və o binada hələ də tikintidə idi. Amma hər oradan keçəndə həyat yoldaşıma dedim ki, bu məhəllə mənim üçün o qədər doğmadır ki, o qədər özəldir ki, mənim üçün ümumiyyətlə Bakı Nərmanovdan ibarətdir. Mənim üçün Bakı bu məhəllədən ibarətdir. Hər dəfə deyirdim, bir yoldaşım gəldi ki, Şahidə, sən məhəlləndə bir binada yer tapmışam. Biz bu gün ağlımıza qoyduq ki, bəlkə artıq arenda bizə yük olur falan, götürək, yəni öz şəxsi işdədir. Yoldaşım gəldi ki, bəs Şahidə, sən o dediyim məhəllədə bir yer tapmışam, 2-ci mərtəbədir, 200 km, nəsə də bütün detallar dedi. İnanın, mən elə başa düşdüm ki, yəni şurada yenidən həmin hekayə və həmin məhəllə. Dedim, nə olur olsun, necə olur olsun, biz gəldik bu yerə baxdıq. Və indi təbii ki, hər bir biznesdə kredit tərəfi var və s. bunu maddi qarşılamağa mən yoldaşıma dedim ki, nə olur olsun, necə olur olsunsa biz o yeri götürməli və Shein ümumi o mərtəbədə olmalıdır. Və şükür ki, Allahın böyüklüyünə o şərait də yarandı. Biz ondan götürdük. İndi bizim 2-ci mərtəbədə fəaliyyət. Çox insan deyir ki, məşhur kursunuz, niyə küçə qırağında deyilsiniz, niyə Port Bakuda deyilsiniz, niyə binanın içindəsiniz? Buradan o dinləyənlərə də deyirəm ki,
ora mənim üçün o qədər mənəvi dəyərlidir ki, o mənim üçün saraydır da, o mənim üçün əslində ata ocağı deyərdik biz o şeyinin inanın, başlamaq bizim üçün. şeyinin Nərimanov filialına insanlar girəndə deyirlər ki, o qədər doğma mühiti var, o qədər isti bir ruhu var. İnşallah bir gün sizi qonaq çağıracağam. Mütləq sevə-sevə. Orada hər şey, hər bir detalda özüm dizayn eləmişəm. Və ora girən hər kəs deyir ki, çox qəribə bir aurası var. O qədər mən ora sevgi qoymuşam. Elə ki, düşündüm ki, mən həyatda arzuladığım, beynimdə elədiyim bir şeyi heç nə dəyişmədi. Yenə mən Nərimanovdayam, yenə də həmin bina, həmin yer və həmin yəni